Dəlil gətirdikcə daha da argumenti çoxalır sənin əleyhivə. Qalırsan belə ki, nə deyəsən, başa düşmür də. Onda deyəsən ki, söhbətlə alınmayacaq. Söhbəti saxlamaq lazımdır. Söhbəti saxlamaq lazımdır, başqadır, çarə yolu başqadır. Misal deyim, ölüm var. Kim bilmir ki, ölüm var? Hamı bilir. Ölüm var 100%, bəli. Hələ ki, icad eləyə bilməyiblər, ölümdən dərman yoxdur. Quran da deyir, kullu nəfsin zaiqətül mevt. Hamı ölümü dadacaq. Bunu biz hamımız bilirik. Bu bilməyimizin nə qədər bizə təsiri var? Ölümü başa düşən bir söz kim olar? Ölümü adam bilsə ki, doğrudan da başa düşsə ki, ölüm var, heç nə onu qəmləndirməz. Və ona deyirlər, ölümü başa düş. İşdən çıxardıblar, sərvət əlindən çıxıb, zərrə qədər narahat deyil. Ölüm var onsuz da. Onsuz da müvəqqətidir. Onsuz da. Yersiz sevinməz. Dünya ona üst tutan vaxt məğrur olmaz, başı gicəllənməz. Ölümü insan başa düşsə, heç kəsə paxıllıq eləməz. Deyər ki, nə də oyun oyuncaqda, hər şey gedəcək torpağın altına. Keçmişdəkilərin saraylarına bax. Gedirsən, baxırsan, qalıb iki dənə daş xarabalığı deyir, filan kəs, filan şahın sarayı. Oyuncaqdır indi. Heç nə. Gəldi Bəhlul Danəndə, dayanmışdı xəlifənin sarayın qabağında. Deyir, bu karvansaranın sahibi kimdir? Dedilər, başım xarab olub. Karvansara nədir? Şahın sarayı nədirsən? Karvansaradır bura. Dedi, kimdir indi burada? Şah dedi, filan kəs. Ondan qabaq kimi dedi, filan kəs. Ondan qabaq filan kəs. Ondan qabaq nə qədər. Deyir, bilirlər ki, bu qədər adam gəlir, gedir, elə onu karvansara deyərlər. Karvansaradır. Nə var, ölümü başa düşüb. Başa düşürsən ki, tutub getməyəcək. Ölümü insan başa düşsə belə olar. Ölümü başa düşsə fərqi yoxdur. Sən sabah öləcəksən ya 80 il sonra. Heç fərqi yox. Elə eyni cür davranarsan. Nə qədər adam düzələr, ölümü başa düşsə. Bu qədər şeylər olar. İnsan yalan danışmaz. Qeybət eləməz. Haqq tapdalamaz. Ölümü başa düşsə. Özə sizə deyim ki, bütün bu qədər şeyləri ki, ölüm bizə başa salır, bunlar hamısı müqəddimədir. Din, iman bunun üçün deyil ki, adam yalan danışmasın, qeybət eləməsin, əsəbləşməsin, paxıllıq eləməsin, yaxşılıq eləsin. Və nə üçündür din? Din bundan çox uca şeylər üçün. Din bunun üçündürsə, adam var, deyim, mən namazsız da beləyəm, nə yalan danışıram, nə qeybət eləyirəm, nə kimisi aldadıram. Namazsız da bunu eləmək olar, valla. Kimsə indi namazla da bunu eləyə bilmir, o bədbəxt insandır. Amma namazsız da adam ola bilər ki, düz danışsın, qeybət eləməsin, kimisi haqqını tapdalamasın, mehriban olsun, insanlara xidmət eləsin. Bu yolun başlanğıcıdır. Din bunun üçün deyil, bu yolun əvvəlidir. Və bunlara da ölümə inanmaqla, ölümü başa düşməklə bunlara çatmaq olar. Sonra namaz gör səni haralara aparır. Deyirlər, qərbdə bütün bunları eləyirlər də, yalan danışmırlar, filan eləmirlər, filan. Deyirlər. Deyirlər, din yoxdur ki, namaz yoxdur ki. Sən deyirsən ki, əvvəla onun gəldiyi yol başqadır, səhv yolla gəlib ora çıxıb ki, onun fəsadlarını da görür. İkincisi də ki, bu deyil hədəf. Sən dürüst adam ol ki, sən hələ təzdən namaz səni apara bilsin arasa. Dürüst adam oldun ha sən, yolunda başlanır hələ. Yolunda başlanır. Din deyirsən, göylərdə pərvaz eləmək üçün yaranmışsan. Mələklər aləmində, mələklərlə birgə pərvaz eləyəsən, dünyada cismin ola ya. Cismin hələ dünyada olarkən. Sən heç bir canlının dərk eləmədiyi uca məqamlara çatmaq üçündür. Din bunun üçün deyil, səni 5-10 dənə günahdan çəkindirsin. Mən həmişə demişəm, bunu alimlər də deyiblər bu misal, deyib, təyyarənin kölgəsində adam daldalana, diyana deyə ki, nə yaxşı təyyarə var ki, kölgəsində adam günəşdən qoruna bilir. Təyyarə bunun üçün deyil, onun günəşdən qorusun səni. Təyyarə səni göyə qaldırmaq üçündür. Din də bunun üçün deyil, səni 5-10 günahdan saxlasın. O, müqəddimədir, ilk addımdır, onun üzərində mənəvi pərvaz dayanır. Uca məqamlara gedib çatmaq, uca aləmləri fəth eləmək dayanır. Din deyir ki, sən yalan danışma, qeybət eləmə, zina eləmə, cəmaatı allatma, haqq tapdalama, ürək sındırma ki, sən hələ oturaq danışa bilək sənlə. Ki, görək nələr var hələ.
Hələ söhbət onda başlayır. Əleyhissalam deyir, kəfa bil mavti vaiza. Deyir ki, moizə istəyən üçün moizə bilirsiniz nədir moizə? Deyirlər ki, otur bizi moizə elə. Əleyhissalam deyir ki, moizə eləmək üçün birini minbərə çıxartmaq lazım deyil. Ölüm bəsdir. Ölüm bəsdir. Ölüm kifayət eləyir. Ölüm haqda insan düşünsə adam olar. Adam olandan sonra yol başlayır hələ. Adam olmaq məqsəddir. Adam ol ki, yolun başlasın. Daha yuxarı gedəsən. Daha uca yerə gedəsən. Bəs bunu niyə başa düşmürük biz? Burada oturanlar hamı bilir ölüm var, amma yalan danışır. Amma paxıllıq eləyir. Amma qeybət eləyir. Amma və sair işləri görür. Çünki başa düşmür. Deyirik, əvvəl adam gərək başa düşsün, savad verək ona, sonra axı başa düşmür. Heç qulaq asmır, qulaq asanda da başa düşmür. Qayıdıram əvvələ, təzdən əvvələ qayıdıram. Adam başa düşmək üçün neynəməlidir? Neynəyək ki, başa düşək? Öyrədək, təlim edək, başa düşmür. Neynəyək, necə eləyək? Sual budur. Əvvəl elm, düşüncə, sonra əməl, yoxsa az başa düşdüsə, burada söhbətimin məğzi buradır. Az başa düşdüsə, az. Deyəsən ki, az bildin, get dərhal əməl elə. Get dərhal əməl elə. Onda deyəcəklər ki, sən deyirsən ki, başa düşmədən əməl eləsin, deməli, sən fanatizmə cəmaatı dəvət edirsən. Xeyr, mən başqa şey deyirəm. Fanatizm nədir? Deyir, düşünmə, ged əməl elə. Bu fanatizmdir. Elə? Amma bir də var ki, deyirsən ki, əməl elə ki, başa düşəsən. Bax, bu incə məsələdir. Az bilirsən, çox başa düşə bilmirsən, fəlsəfə bilmirsən, anlaya bilmirsən, beynin çətinliyi çəkir. Az başa düşmürsən, get az başa düşməklə oturub gözləmə. Mən hazır olanda deyir filan şeylizm, hazır olmağı gözləmə. Az başa düşdün, get əməl elə, beynin asılacaq. Asılacaq. Başlayacaqsan çox başa düşməyə. Əməlin belə bir təsiri var insanda. Ona görə bizim dinimiz deyir ki, 7 yaşdan uşağa namaz qıldırın. Deyir, əşi, 7 yaşda uşaq nə başa düşür, namaz nədir? Deyir, ev yoxdur, başa düşməsin. 7 yaşdan ki, bunu adət elədi, bu əməl var, başa düşmədən eləyir. Onun ruhunda zəmin yaranacaq ki, 14 yaşda başa düşəcək yaxşı. Necə ki, 7 yaşda, 6 yaşda məktəbə gedir. Sən denən əşi, uşaq elmlə başa düşür. Həl əvvəl oturaq uşağa başa salaq ki, ay oğlum 6 yaşda uşağa. Elm oxumağın filan faydaları var cəmiyyət üçün. Alim adamla, o sənə eşidib başa düşmür, o etsinə. Onu məcbur eləməlisən, getsin elm oxusun. Elm özü onun ruhunda bir iş görəcək ki, filan yaşa çatanda artıq elmin, fəzilətin başa düşəcək. Namaz da belədir. Deyir, axı, 7 yaşda uşağı necə vadar eləyir? Demirəm, döyə-döyə, qışqıra-qışqıra, yox. Sən necə valideynsən ki, sən deyəndə ki, oğlum, dur, ibadət elə, oğlun sən sözü yerə salır. Sən deməli, düz tərbiyə verməmsən. Sən bir sözündən canını verməlidir uşaq. O yaşda sənə başva dolanmalıdır. Sən sözün yerə düşməməlidir. Və sən başqa yerlərdə silsilədir, bilirsiniz, hər şey bir-birinə bağlı məsələdir.